Ay mələk. Aha. Bu var ya, əl çəkisi olan. Aha. Nədir adı? Mələk. Kim idi dünən? Dedin ki, orada, hə, baba var ha. Aha. Mələk. Sənə mələk. Hə, bildik. Bu rəy doymaq deyil, amma hə, sonra oxu. Bu var ya, 5 dəqiqə, 08 dəqiqə. Hə, bundan sonra bunu paylaşmışam. Aha. Hansıdır? Nas surəsi var idi. İndi bir dənə paylaşaq mələk. Nə demək istəyir? Bax, o sularda əgər heç nə yoxdursa, əgər, yəni dedim suyun, roşun orada demişsən, əgər, onda belə çıxır ki, havada nəsə var da. Ya yox, nə mənada? Havada nəsə var, yəqin, nə mənada? Mən başa düşürəm ki, əlim qışda niyə belə olur? Su həmən sudsa, mən kənddə yaşamıyorum ki, şəraitim var, isti suyla yürürüm. Sonra soyuq suyla da iş görürəmsə, yayda da soyuq suyla görürəm də. Havada nəsə var ki, yayda olmur o. Qışda nə olursa, elə mənə də gəlir ki, nəmişliyi, havada nəmişlik çox ağır qışda. İndi o nəmişlik vaxtı da şey olur, nədən orada? Nə olur? Məsəl üçün, su damcıları bir-birinlə birləşir havada. Nəsə, indi onu əzbər bilmirsən, yadından sonra. Nəsə, zərrəcikləri birləşir, damcı əmələ gəlir. Qubar, onlar toz, qubar. Kitabında var da, onu götürmüşsün bir kitabdan. Axır ki, əzbərləmsən, toz, qubar, nə bilim, nə idi, bunlar olmasa, o tərkibləşdirir, bu üçün nə olur? Zərrəciklər su damcısına çevrilir, nəsə, sonra, indi bu havada nəmişlik olur, onda havada o, bəlkə bu silah atırlar, nədir, o gəlir nəmişlikdə, o da nəsə, o tərkibləşir, yəni, yay vaxtı nəmişlik o qədər olmur havada, o bizim evdə otursan da evə daxil, evdə, yəni o ev, havada, yəni nərman olsa da, başa düşdüm. Silahlara görə deyirlər, nə olursa, nə atırlarsa, nəmişliyə hopur, hə? Hə. Azərbaycanda silah atmırlarsa, sərhəd, digər ölkələr, beləcə adam. Göstərdir. Adam. Şu həmən hava, həmən isə. Nəmişlikdə. Tərkibləşdirdik. İzləyəm. Ateş. Lənət olsun şeytanı. O ayəni də nə rahatdan. Allah Teala buyurur ki, Allah böyük hərfinin öz balaca hərfinin nə olmuş? Allahın lütfüne sığınanlar, öz lütfüne sığınanları Quran vasitəsilə sülh, əmin-amanlıq yollarına yönəldər. Quran vasitəsilə sülh, amma Allahın lütfüne sığınmalıdır insan. Sülh, əmin-amanlıq yollarına yönəldər və zülmətlərdən nura çıxarar və düz yola istiqamətləndirir. O yolda gedər, cəhənnəmə yox, cənnət. Yaşayışıq yəni. Yəni, bir də mələk bir söz deyim, bu Allah Teala bu ki, faloqları, məsələn, mən deyim ki, mən belə eləyəndə orada yaşayışıq yanısa, demək, bu yaxşı alamətdir, elə deyil. Ancaq bir dənə deyirlər, bir anda deyirlər ki, ifrat eləmək. Kim deyir? Sən də dedin, mən də deyirəm, hamı da desin. Çünki Quranın söykənliyi.